Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi pərdələnən oğlan yaxud qızlar olsun, hər hansı bir şəxs bir-birləri ilə ailə qurmazdan əvvəl ilk başda elə bir sima, elə bir danışıq tərzi göstərilir ki, bir ifadə var, deyir, mələk şeytan oldu. Ailə qurmamışdan qabaq dağda, ucqar bir kənddə yaşayan bir qız, şəhərdə yaşayan, baxırsan ki, sən itə oxşayan bir oğlanla münasibət qurur və nəticədə cildik bir, yəni son nəticə olaraq kəndin dağından şəhərə gəlsin. Və gələndə də bir müddət sonra artıq o da axı bunu aldı, o da ləzzət eləmir, qaçır. Və nəticədə sən fahişə olursan, oğlan da olur boynu yoğun. Nə qədər qeyri-etik var. Çünki hərəkətindən bir səhvdən digər səhv çıxır ortaya və belə bir ifadə ortaya çıxır. Və bu oğlan bədbaxt, ən azından tipinə görə, yaxud qız tipsizdirsə, tipinə görə, kim deyir ki, daxili gözəllik falan səhvdir, belə bir şey fikirləşsənsə, sən səhvsən, yanlışsan, elə bir şey yox. Daxili gözəllik söhbəti çox belə loğru şablon ifadədir. Simada bəyəniklik yoxdursa, daxili gözəllik hamısı ikinci planda nəzərdə tutulandır. Sima, sonra daxili gözəllik gedir. Və tipinə görə, tipsizsən, yəni bu qədər sən çirkinsən, sən mumdaşsan, bu kimi ifadələr yox. Sadəcə olaraq tipinə görə biri ilə ailə qurub, yaxud tipinə paralel olaraq xarakterlə aparmaq lazımdır ki, iləri zamanda nə o qaçması, nə də. Və son olaraq, insanların ən zəif nöqtələri hər zaman iki şirin dilə aldanmadır. Qarşı tərəfi yoxlamaq üçün bir dənə acı dil deyilsə, həmən adam acı söz. Onun köhnə olan yaxşı münasibəti, hansı ki, indi pis münasibəti, köhnə yaxşı münasibətidir. Onu düşünərək qalacaqsa, deməli bu həqiqətən, qalmayacaqsa, deməli yalancıdır. Deməli, bir adı sözə himə bəndiymiş ki, qaççı çıxdı, getdi. Deməli, seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.